Cəmi 6 mm qalınlığı olan bu Motorola sizi həqiqətən təəccübləndirəcək. Bu videoda hazırda satış qiyməti təxminən 1400 manat ətrafında dəyişən Motorola Edge 70 smartfonundan danışacağıq. Ümumiyyətlə, bu smartfon almağa dəyərmi sualına bu videoda birlikdə cavab axtaracağıq. Son illərdə smartfon istehsalçıları iki istiqamətdə yarışırlar. Bir tərəfdən daha güclü prosesor, daha böyük batareya və daha yaxşı kamera təqdim etməyə çalışır. Digər tərəfdən isə telefonları mümkün qədər nazik və estetik hazırlamağa üstünlük verirlər. Amma burada bir problem var. Telefon nazik olduqca onun içinə böyük batareya yerləşdirmək çətinləşir. Buna görə də indiyə qədər nazik telefonlar çox vaxt batareya baxımından müəyyən güzəştlərlə gəlirdi. Motorola isə Edge 70 modeli ilə sübut etmək istəyir ki, nazik telefonlar belə güclü batareya tutumuna sahib ola bilərlər. Bunun üçün şirkət son dövrlərdə flaqman modellərlə rəqabətə girmək istəyən orta segment smartfonların istifadə etdiyi silikon karbon batareya texnologiyasından yararlanıb. Belə nazik telefonda 4800 mAh batareyanın olması yeni silikon karbon texnologiyası sayəsində mümkün olub. Gündəlik normal istifadə zamanı telefon bir günü rahat başa vurur. Turbo Power sürətli şarj texnologiyası isə batareyanın qısa müddətdə dolmasına imkan verir. Silikon karbon batareyalar bazar üçün hələ yeni texnologiyadır. Ona görə də onların keyfiyyəti barədə hələ kifayət qədər praktik təcrübə yoxdur. Bu batareyalar haqqında bu yaxınlarda videoda paylaşmışdıq və silikon karbon batareyaların riskli tərəflərinin olduğunu da söyləmişdik. Lakin elə həmin videoya gələn şərhlər göstərdi ki, bu texnologiyadan razı qalanların sayı heç də az deyil. Bəlkə də yaxın gələcəkdə Apple'ın premium iPhone modellərində belə silikon karbon batareyaları görəcəyik. Qaydaq Motorola Edge 70-ə. Telefonu əlinizə götürən kimi ilk dəqiqə çəkən məqam onun cəmi 5.99 mm qalınlığıdır. Çəkisi də təxminən 159 qramdır. Buna görə də əldə çox yüngül və rahat hiss olunur. Uzun müddət istifadə etdikdə belə əli yormur. Korpus alüminium materialdan hazırlanıb və kifayət qədər keyfiyyətli görünür. Arxa hissədə istifadə olunan örtük həm premium görüntü yaradır, həm də telefonun sürüşməsini müəyyən qədər azaldır. Motorola Edge 70 IP68 və IP69 sertifikatlarına malikdir. Yəni telefon tozdan qorunur və müəyyən şəraitdə suya və yüksək təzyiqli su axınına qarşı davamlıdır. Şirkət həmçinin cihazın hərbi standartlara uyğun dözümlülük testlərindən keçdiyini bildirir. Ekran hissəsində isə 6.7 düymlük POLED panel istifadə olunub. OLED ekranların üstünlüyü ondan ibarətdir ki, rənglər daha canlı, qara rəng isə həqiqətən qara görünür. 120 Hz yenilənmə tezliyi sayəsində menyular arasında keçid və tətbiqlərin istifadəsi daha axıcı hiss olunur. İstehsalçı ekranın maksimal parlaqlığının 4500 nit olduğunu qeyd edir. Bu isə açıq havada parlaq günəş şüaları altında belə ekranın rahat görünməsinə imkan verir. HDR dəstəyi də Netflix və YouTube kimi platformalarda daha keyfiyyətli görüntü təqdim edir. Ekran dizaynı da yaxşı hesab oluna bilər. Çərçivənin nazik dizaynı telefonun ümumi dizaynı ilə bir-birini tamamlayır. Performans baxımından telefon Snapdragon 7 Gen 4 prosesoru ilə təchiz olunub. Bu prosesor flaqman səviyyəsində deyil, amma orta və orta yüksək segment üçün kifayət qədər güclü hesab olunur. Gündəlik istifadə zamanı tətbiqlər sürətlə açılır, sosial şəbəkələr, internet və digər platformalar rahat işləyir. PUBG Mobile və Call of Duty Mobile kimi oyunları da yüksək qrafik ayarlarında oynamaq mümkündür. Ancaq ən ağır oyunlarda və uzun müddətli istifadədə Snapdragon 8 seriyalı flaqman modellərlə müqayisədə müəyyən performans fərqi hiss edilə bilər. Telefon süni intellekt funksiyalarını da dəstəkləyir. Sistem istifadə vərdişlərini analiz edərək tez-tez istifadə etdiyiniz tətbiqləri daha sürətli açmağa və enerji sərfiyyatını optimallaşdırmağa çalışır. Ən maraqlı məsələlərdən biri – kamera. Burada 50 megapiksellik Sony sensorundan istifadə olunub. O, xüsusilə zəif işıq şəraitində kifayət qədər yaxşı nəticələr təqdim edir. Bundan əlavə, 50 megapiksel ultra geniş bucaqlı kamerada mənzərə və qrup şəkilləri üçün əlverişlidir. Moto AI sistemi fotoları avtomatik emal edərək rəngləri, işıqlandırmanı və detalları optimallaşdırır. Gecə rejimində bir neçə kadr birləşdirilir və nəticədə daha işıqlı şəkillər əldə edilir. Video çəkiliş zamanı elektron və optik stabilizasiya birlikdə işlədiyi üçün
görüntülər daha sabit olur. Amma kamera sistemi tam flaqman səviyyəsində deyil. Xüsusilə uzaq məsafədən çəkiliş üçün ayrıca güclü telefoto kameranın olmaması bəzi istifadəçilər üçün çatışmazlıq hesab oluna bilər. Telefon Android 16 əsaslı Hello UI interfeysi ilə işləyir. Motorola uzun illərdir Android sistemini çox dəyişdirmədən təqdim edən şirkətlərdən biridir və burada da sadə, sürətli və rahat interfeys qorunub saxlanılıb. Smart Connect funksiyası vasitəsilə telefonu kompüterlə birləşdirmək, ekran paylaşmaq və faylları rahat ötürmək mümkündür. Ümumilikdə Motorola Edge 70 fərqli dizaynı ilə seçilən maraqlı smartfondur. Onun əsas üstünlükləri nazik və yüngül korpusu, keyfiyyətli ekranı, yaxşı batareyası və gündəlik istifadə üçün kifayət qədər güclü performansıdır. Digər tərəfdən bu model tam flaqman səviyyəsində performans və kamera imkanları təqdim etmir. Sizin üçün əsas məsələ rahat dizayn və balanslı xüsusiyyətlərdirsə, Motorola Edge 70 yaxşı seçim ola bilər. Amma maksimum performans və ən güclü kamera sistemi axtarırsınızsa, alternativ modellərə də baxmaq faydalı olar.